Sürücü işi var yoldaşlar, sürücü işi var. Mən sizə bir sıra sürücü işlərindən bəhs etmək istəyirəm. Onların arasında yüksək məqqul olan variantı da var, 500-600 manatlıq variantı da var. Ona görə də, yəni qaçışıqdır. Ona görə də bu videonu axıra qədər baxmalısınız ki, sizə uyğun olanı hansıdırsa ondan tanış ola biləsiniz. Məlumatınız olmuş olsun ən azı. Məsələn, direktor sürücüsündən başlayaq. Bunun əməkçisi səhv xatırlamıramsa yüksək olmalıdır. Camal şirkətindədir. Deməli, bu şirkətdə siz, bu daha doğrusu vakansiyanın tələbi budur ki, minimum 10 illik sürücülük təcrübəniz olmalıdır və BC kateqoriyanız olmalıdır. Xoş görünüşlü və etik davranış qaydalarına əməl etməyə bacarmalısınız. Yol hərəkəti qaydalarını mükəmməl bilməlisiniz. Binəqədi rayonundadır. 1000-1200 manat aralığında əmək haqqı təklif edir sizə. 30-45 yaşlı şəxs olmalısınız. Xəbəriniz olsun. Yanacaq, sığorta, texniki və baxış müddətlərini izləməyə bilməlisiniz. Avtomobilin təmizliyini və səliqəli vəziyyətini təmin etməlisiniz. Belə bir işdir yoldaşlar, rəsmi bir işdir, şirkət tərəfindən nahar da verilir. Sonra ekspeditor işi var, məsəl üçün ailə biskvit şirkətindədir. Burada təxminən 1500 manat qazana bilərsiniz. 25-45 yaşlı şəxslər üçündür. Şəxsi avtomobil alma tələb olunur və ekspeditor kimi iş təcrübəniz olmalıdır. Bundan əlavə ingiliscə bilirsinizsə əgər, məşhur bir oteldə iş var, sürücü işi, Intercontinental'da. Burada yəni ingiliscəni də özü elə belə bilməməlisiniz, yaxşı bilməlisiniz. B və D kateqoriyalı lisenziyanız olmalıdır. Bundan əlavə növbəti bir sürücü işi də var, hansı ki o da xarici dil tələb eləyir. O da 1000 manat civarında olan bir işdir. Burada isə rus dili tələbi var yoldaşlar. Bu da D kateqoriyası tələb eləyir. Minimum 2 illik sürücülük təcrübəsiniz olmalıdır. Burada nədir yoldaşlar? Mercedes Sprinter 18 nəfərlik sərnişin avtomobilini idarə etmək üçün olan bir vakansiyadır. Bundan əlavə Plazada sürücü işi var, Zenit Plazada. Bu vakansiyanın şərti nədir? Gəlin ondan da bəhs etmək istəyirəm sizə. Burada səhv xatırlamamsa əmək haqqısı, bəli, 800 manatdır. İş günləri və iş saatları dəyişkəndir, sabit iş qrafiki yoxdur. Evli olmalısınız, bəli, çox qəribə də olsa belə bir şərtləri var. Evli olmalısınız, 30 yaşdan yuxarı olmalısınız, 5 illik avtomobil idarə etmə təcrübəniz olmalıdır, dürüst və etibarlı olmalısınız. Bundan əvvəl ailə sürücüsü işi var sosial mediadakı. Bunun əmək haqqısı 900 manat olmalıdır, səhv xatırlamamsa. Burada amma şərtləri çoxdur yoldaşlar. Əmək haqqısını bir dəqiqə 900 manat deyil, xeyr. 800 manatdır. Üstə gəldə əlavə iş saatları ödənilir yoldaşlar. Bu iş də yoldaşlar yay mövsümü ilə əlaqədar Sibrizdə gediş-gəliş nəzərdə tutulub. Yay aylarında ailə Sibrizdə olur, belə desək. Ziyanlı vərdişləriniz olmamalı. Ailə sürücüsü kimi ən azı 3 illik iş təcrübəniz olmalıdır. B kateqoriyalı avtomobili idarə edə bilməlisiniz. Sənədiniz olmalıdır. Ailə sürücüsü işidir. Bundan əlavə gül dükanında sürücü işi var. Penny Flowers butikdə. Bunun əmək haqqısı zəif olmalıdır. 700 manat olmalıdır, səhv xatırlamıramsa. Bəli, 700 manatdır. Sonra sürücü Hyundai üzrə var yoldaşlar. 750 manatlıq H65 Hyundai Isuzu. 25-40 yaşlı şəxslər üçündür. Ulduz metrosu yaxınlığındadır yoldaşlar. Bundan əlavə Azi Express Logistikdə şəxsi avtomobillə kuryer işi var. 875 manatlıq bir işdir. BC kateqoriyası tələb eləyirlər. 5 günlük iş həftəsinə malikdir. Əmək haqqından bir də burada bir özəllik var idi ki yoldaşlar. Əmək haqqısı başlanğıc olaraq 875 manatdır. Əmək haqqıdan əlavə olaraq da 100 manat da aylıq təmir xərcləri üçün ayrılır. Həmçinin sərfiyyata uyğun olaraq da yanacaq ödənişi də ayrılır. Yəni 875 manat maaşdır. Ondan əlavə də bir təxminən 2 dənə də əlavə belə deyim, maddi qazanc, maddi daha doğrusu ödəniş, pul ödənişi olur daha doğru deyəcək. Sonra M-Pro Logistik şirkətində, daha doğrusu M-Pro Buildingdə sürücü işi var. 700 manatlıq bir işdir. Amma yəni danışıq əsasında iş vaxtı təyin oluna bilir. İş təcrübəniz 5 ildən yuxarı olmalıdır. Bundan əvvəl Almarketdə sürücü işi var, amma bu avtokar sürücüsü işidir. 842 manatlıq bir işdir.
3 təkərli mexaniki avtokar idarəetmə bacarığınız olmalıdır və müvafiq H və HT kateqoriya H, daha doğrusu və HT və ya HT kateqoriyalı sürücülük vəsiqəniz olmalıdır. Dərnəqin anbarındadır bu iş. 824 manatdan maaşı var. Bundan əlavə sürücü işi servis variantında da var ki, CSM Broiler'dədir yoldaşlar bu iş. 700 manatdır, servis xidmətidir. Hyundai Country avtomobilini idarə edirsiniz. Avtomobil sürücüsü də gəlir, 29 nəfərlikdir. 35-50 yaşlı 2 illik iş təcrübəniz olmalıdır. Şəhərlər arası sərnişin daşıma üzrə ən azı. Sonra sürücü işi Hyper Service də var. 700 manatlıq 20-50 yaşlı B kateqoriyalı və şəxsi avtomobil ekonom tipli olmalıdır. Sürücü işi Burma Qapalı Səhmdar Cəmiyyətində var yoldaşlar. Bunun əmək haqqısı çox zəifdir. 650 manatdır. 25-45 yaşlı BC. Sonra sürücü işi Floris belə deyim, Deluxe Box'da var. Orada sürücü işi var. B kateqoriyalı tələb eləyir. Şəxsi avtomobiliniz olmalıdır, hibrid və ya dizel. Əmək haqqısı bu artıq danışıqlar nəticəsində məlum ola bilər. Sonra sürücü işi, növbəti bir sürücü işi Jampada var ki, bu 800 manat verir, amma ondan əlavə olaraq bonuslar var. BC tələb eləyir. Isuzu markalı maşın sürə bilməlisiniz. Müşkovat hökmələr arasında yaxın ərazidə yaşamalısınız. 21-45 yaşlı olmalısınız və ən azı 1 il bu sahədə iş təcrübəniz olmalıdır. Sürücü işi başqa bir sürücü işi də yoldaşlar Ferrum Qapalı Səhmdar Cəmiyyətində var. 20-40 yaşlı şəxsi avtomobilə malik olan şəxslər üçündür ki, 700 manat əmək haqqı verir. 5 günlük iş qrafikdir. Digər xərclər də şirkət tərəfindən qarşılanır. Bu işlərə müraciət etmək dəstəyirsizsə və yaxud da digər işlərlə də tanış olmaq üçün ümumiyyətlə iş tapmacası təklifini çəkirsinizsə, əlaqə vasitəsi kanalda qeyd olunub, diqqət eləsəniz. Bu videonun adının altında qeyd olunan ada toxunaraq, doğrulayıcı adına toxunaraq kanala daxil olub, oradan diqqət eləsəniz, əlaqə vasitəsini axtarıb tapa bilərsiniz və götürüb mesaj yaza bilərsiniz WhatsApp üzərindən.